Salam, hörmətli kanal izləyicilərimiz. Bir Nəsimə Masadır qəsəbəndə belə bir gözəl bir şəxsi tikiləyimizdən mən tanışdım. Xatırlam evimiz əşya satılır, hörmətli kanal izləyicilərimiz. Evdə demək olar ki, 90% əşyalar evin içində qalacaq. Evimiz hal-hazırda qonaq otağında 1, 2, 3 dənə yataq otağıdır. Bir-bilməsi bunların hamısını tanış edəcəm. İnşallah ev olmayan insan Allah təala belə gözəl qismət etsin. Buraya isə yataq otaqlarından bir hörmətli kanal izləyicilərimiz. Pəncərəsi birbaşa öz həyətimə baxır. Buradan da baxa bilərsiniz ki, yəni metr yarım məsafə saxlayım, əlavə olub burada su sənləkim var. Evimiz ikinci ev kimi istifadə olun, onu da xatırladım sizə. Burada isə yəni əlavə olub bir yataq otağımız burada. 4 otaqdan ibarətdir. Evin arxasının arasına keçmək olur. Buraya isə sonuncu yataq otağıdır, 4-cü otağı hörmətli kanaldır. Bax, buradan keçmək olur. Burada da 1 metr məsafə saxlanılıb. Və həyətyanı sayəsindən mən size tanış edim. Qiymət çox sərfəli bir qiymətdir. Kürsülü 4 otaqlı evimiz 75.000 manata satışa çıxıb. Sözsüz ki, azdan indirim olacaq. Pəncərənin şöt qanalına kimi var. Həyətin arasında maşın daxil olur. Evimiz isə 2 nömrəli məktəbin düz yaxınlığında yerləşir. Həm Gənclər şəhərində həm 2 nömrəli məktəbə yaxın ərazi yerləşir. Buradan da mən sizə bir daha görsədim. Bax, rahatçılıqla evin 4 dövrəmi arxasına keçimi olur hörmətli kanal izləyicilərimiz. Buraya evimizin mətbəxidir. Onu da görsədim sizə. Evimiz kürsülüdür. Burada sanatar qoşağıdır. Qaz, su, işıq, mərkəzi kondisioner hamısı qaydasındadır hörmətli kanal izləyicilərimiz. Təcili satış olduğuna görə qiymət 75.000 manata satışa qoyulub. Sözsüz ki, real alacağını yeni endirim olunacaq. Burada xalazenikli var, paltoriyan maşını var, mətbəx mebeli var, hazırdır. Burada da əlavə olaraq kladovkası var ki, mətbəxin içindən ki, əlavə əşyalarımız buraya yağa bilərsiniz. Burada qapı qoya bilərsiniz və yaxud da ki, pərdə ilə bağlayabilirsiniz. Yuxarısı apışıq ilə təsis olunub. Pəncərələr birbaşa yəni bir daxiləm öz həyətinə baxır. Onun bir də 2 sot fasası üzərində inşa olunub. İnşallah evi olmayan insanlar Allah Teala belə gözəl bir evlər qismət etsin. Ətraflı məlumat üçün Zəhra Bəyazlı kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni saçma evlərlə birinci növbədə siz tanış ola biləsiniz.